Mənim üçün də ümumiyyətcə biraz belə bir uzun müddət bir klubda çalışmaq ilk olaraq böyük məsuliyyət tələb eləyir və digər tərəfdən də çox şadam və bu klub ümumiyyətcə elə bir klubdur ki, Qarabağ Azərbaycanın elə bir klubudur ki, bu ad ümumiyyətcə bizim üçün çox fərqlidir. Azərbaycanın çünki çox dəyərli bir adıdır, dəyərli bir simasıdır. Yəqin ki, hər şeydən məlumatınız var. Baxmayaraq ki, biz bölgə klubuyuq, biz uzun illər Bakı şəhərində bu klubu yaşatmışıq. Bakı şəhərində bu klub böyüyüb və biz tək mən yox, ümumiyyətcə bizim rəhbərliyimizlə biz bir yerdə olmuşuq bu 17 ili və hətta onlar məndən bir neçə il öncə bu kluba rəhbərlik etməyə başlayıblar. Və bu ada görə mənim bir Azərbaycanlı kimi məsuliyyətim daha da çoxalıb. Bu klubda daha da çox iş saatim olsun, daha da bu klubu uğurlu nəticələr etmək üçün öz iş saatımı daha da çoxaldım. Və məncə rəhbərliklə bir yerdə belə bir yaxşı bir kollektiv formalaşdırmışıq və şükürlər olsun Allah bugün biz bir yerdəyik və mən çox istərdim ki, daha yaxşı nəticələrimiz olsun, amma yenə bugün də belə bir nəticələrin olması şükürlər olsun Allah bizi sevindirir və belə bir dost, ailə kimi güvənli bir kollektiv olduğu üçün 17 ildir bu klubdayam.